Varşavanın Vizya Universitetindəyəm. Bura gəlməyimin əsas səbəbi və səbəbkarı var. Burada dərs deyən Azərbaycanlı. Dostlar, hazırda Vizya Universitetinin içərisindəyik. İndi yaxınlaşıram Yusif bəyin dərs dediyi otağa. Bu da Yusif bəy. Salam Yusif bəy. Necəsiz? Xeyirli olsun. Çox sağ olun. Maraqlıdır, Azərbaycanlı dərs deyir Avropa Universitetində. Çox sağ olun. Necə bir hissdir? Ümumiyyətlə, necə oldu siz bu universitetə dərs deyəsi oldunuz? Açığı mənim marağım var idi tədris deməyə. Bilirsən ki, əvvəlcə də tədris demişəm, eləmişəm başqa kurslarda. Elə oldu ki, burada bir dostumuz var idi. Burada olan vakansiya haqqında mənə məlumat verdi. Emil hal-hazırda burada çalışır. CV-mi verdim, dekanla görüşdüm, intervyu olundum və nəticə etibarilə bu universitetə tədris etməklə bağlı pozitiv qərar aldım və artıq bir ildir ki, mən bu universitetə tədris aparıram. Həm bakalavr, həm magistr dərəcələri üçün. Amma daha əvvəl bir pedaqoq kimi və yaxud da bir müəllim kimi hər hansı bir özəl belə deyək ki, kursda, həm onlayn olaraq, həm belə deyək ki, həm bizim Azərbaycan evində bilirsən ki, tədrisimdə var idi maliyyə mühasibatlıq üzrə və həm də özüm özəl olaraq maliyyə mühasibatı üzrə tədris verirdim. Yəni oradan var idi, yaranırdı. Azərbaycanda da yenə belə bir fəaliyyətim var idi və bunlar imkan verdi ki, mən hal-hazırda təhsil belə deyək ocağında təhsil verim. Və Yusif bəyin videolarını izləyə bilərsiniz. Mən bir neçə dəfə çəkmişəm YouTube kanalımda. Hardasa bu çəkilişlər də Yusif bəyin hansısa bir universitetdə dərs deməyinə təsir edir. Çünki çəkiliş eləyirsən, insan kütlə qarşısında çıxış eləyir. Yəni bunlar istər-istəməz müsbət təsir göstərir. Asan bir şey deyil, həyəcan var. Bu həyəcanı əlbəttə ki, aradan qaldırmaq üçün sən ya təcrübən olmalıdır, ya publik çıxışın olmalıdır. Sən özün bilirsən ki, həm diaspora fəaliyyətində, həm sənin videolarında, həm Azərbaycan bəzi belə deyək ki, kanallarını verdiyi müsahibələr və ümumi bunlar imkan verdi ki, mən bu təcrübəni qazanım və belə deyək ki, publik qarşısında çıxış eləmək imkanım olsun və şükür Allah hal-hazırda onları əldə etmişəm. Bir Azərbaycanlı olaraq Avropada dərs keçmək üçün nə kimi yollardan keçməlisən? Bakalavr təhsilində, magistr təhsilin olmalıdır və təşkil edəcəyin sahə üzrə olmalıdır. İngilis dili səviyyəsi nasıl bir iki səviyyəsində olmalıdır ki, sən belə deyək ki, İngilis dilində tədris aparma imkanın olsun. Əlavədəki bilik və bacarıqlar, iş təcrübəsi, hansı ki, Avropada ola bilər, beynəlxalq şirkətlərdə ola bilər, təcrübəsi bunlar hamısı mühüm, vacibdir ki, sən belə deyək ki, təhsil alanı verə bilərsən, həm öz bilik və bacarıqlarını, həm də təcrübəni qarşı tərəfə ötürmə imkanı olsun. Azərbaycanda həm də mühasibatlıqda sahə üzrə çalışmışam, sonra Polşaya gəldim, burada maliyyə mühəndisliyi üzrə təhsil aldım, sonra investment bankalara State olsun, Goldman olsun, JP Morgan olsun, bu kimi belə şirkətlərdə çalışdım. Aldığım bu belə deyək ki, təcrübə və eyni zamanda aldığım bu bilik və bacarıqlar hansı ki, universitetdə magistr dərəcəsində almışam, bunlar hamısı ümumi mənə universitetdə tədris deməyimə belə deyək ki, kömək olur. Ona görə də şadam ki, hal-hazırda belə bir universitetdə tədris apardım. Polşa universitetləri ilə Azərbaycan universitetləri arasında fərq nədir? Yəni, mən bunu bir adi tələbədən də soruşuram və yaxud da ki, Polşada yaşayan sıradan bir insandan soruşuram. Məhz Polşa Universitetində dərs deyən bir müəllimdən soruşuram və fərqi bilmək istəyirəm. Azərbaycan universitetləri ilə əlbəttə ki, Avropa universitetləri arasında böyük bir fərq var. Fərqin ən əsas məsələsi mən düşünürəm ki, müasir tədris metodologiyasının tətbiq olunmasıdır. Təcrübə üzərindən tətbiqidir. Həm mən Azərbaycanda təhsil almışam, həm Polşada təhsil almışam. Əlbəttə ki, həm tələbə kimi, həm də burada tədris aparan müəllim kimi mən belə deyək ki, bunları belə deyək ki, sezə bilirəm. Ona görə düşünürəm ki, ən böyük fərq əlbəttə ki, təcrübi proqramlar üzərindən tədris aparmaq Avropada daha çox üstünlük təşkil edir və əlbəttə ki, Avropanın mərkəzidir. Müasir təhsil sistemləri, infrastruktur və belə deyək ki, kitabxana, materiallar və s. burada daha çox əlçatandır və standart olmayan, ənənəvi olmayan tədris metodologiyası var, hansı ki, müasir belə deyək ki, tələblərə uyğun bütün infrastrukturu təmin edir universitet və tələbə də bunlardan yararlanır. İstəyir laboratoriya olsun, istəyir kitabxanalar olsun, materiallar olsun. Mən düşünürəm ki, Avropada bu daha çox üstünlük təşkil edir, nəinki Azərbaycanda. Amma son dövrlər Azərbaycanda da baxıram ki, inkişaf var və çalışırlar ki, tələbələr də Avropa standartlarına uyğun təhsil versinlər. Və mən bunun belə deyək ki, müəyyən dostlarımdan eşitmişəm və şahid olmuşam. Xarici vətəndaş kimi, Azərbaycanlı kimi Polşa Universitetində dərs deyirsiniz və buradakı insanların, işçi olsun, rəhbərliyi olsun, hətta tələbələrin olsun, münasibəti necədir? Polyak məsələ üçün oturub tələbə, mənə xarici vətəndaş dərs deyir. Açığı çox pozitivdir. Çünki bura elə bir universitetdir ki, burada
internationaldır, yəni beynəlxalq bir universitetdir. Burada təkcə, yəni belə deyək ki, mən Azərbaycanlı olaraq yox, digər ölkələrdən də müəllimlər tədris eləyir. Bu təkcə bu universitetə məxsus olan bir şey deyil. Avropada zaten belədir. Bilirsiniz ki, çox beynəlxalq və diverse olan bir belə deyək ki, regiondur. Ona görə də tələbələrin, əlbəttə ki, heyətin fikri pozitivdir və mən bununla bağlı belə deyək ki, həmişə pozitiv almışam. Hələ ki, heç bir narahatçılığım yoxdur. Ümid eləmirəm ki, də olsun. Çünki gördüyüm bu mühit, bu imkanlar bu mənə imkan verir ki, bunu deyim. Polşa universitetlərində olan tələbələrlə Azərbaycanda olan tələbələr arasında əsas fərq nədir? Okey, belə deyim. Yəni Polşada və Azərbaycanda açığı tələbə anlayışı aşağı-yuxarı eynidir. Hamı tədris almaq üçün gəlir. Əlbəttə tədris almaq istəyən tələbə var, maraqlı olmayan tələbə var. Bunlar əlbəttə ki, ölkə fərqi yoxdur, millət fərqi yoxdur, hamısına demək olar ki, eynidir. Amma biraz ambisiya fərqi ola bilər. Misal üçün, ola bilər bizim regiondan belə daha çox az iş imkanlarının olduğu və daha çox rəqabətçil mühitdən gələn belə deyək ki, ölkənin insanları ilə əlbəttə ki, Avropada kifayət qədər iş imkanları olan və çətinliklə iş tapmaqla bağlı problemləri olmayan tələbələr arasında ambisiya fərqi ola bilər. Çünki biz bildiyimiz kimi Azərbaycanda tədris sistemi elədir ki, və iş tapmaq mühiti elədir ki, sən çox bilməlisən, çox çalışmalısan, çox sertifikatlar almalısan və s. və s. Və oradan gələn bu rəqabət belə deyək ki, mühiti hissi, ona görə tələbə çalışır ki, maksimum qiymətlər alsın, maksimum tədris alsın və s. Ola bilər burada fərq olsun. Əlbəttə ki, bu fərqin də yeni dediyim kimi bu millət yaxud da ki, ölkə fərqi deyil. Sadəcə olaraq gəldiyin mühitdə olan şərait səni belə deyək ki, məcbur eləyir ki, yəni bu ambisiyalar baxımından biraz Avropa tələbələrlə müqayisədə öndə olasan. Əlbəttə ki, bu hamılığa aid deyil. Əlbəttə ki, Avropada da ambisiyalı tələbələr var. Amma biz ümumilikdə, genəllikdə götürsək, əlbəttə ki, o kimi ölkələrdən gələn tələbələrdə ambisiya, həvəs, motivasiya daha çoxdur, nəinki Avropa ölkələrində. Ən çətin məsələ əlbəttə ki, fərqli bir belə deyək ki, culture-a gəlirsən, müxtəlif ölkələrdən insanlar gəlir. Biraz o culture-lara uyğunlaşmaq lazımdır, onları araşdırmaq lazımdır. Mən daha çox siniflərə gedəndə hansı tələbə, hansı ölkədən olduğunu soruşuram və buna uyğun da o həmin ölkəni araşdırıram, insanlarını, mədəniyyətlərini araşdırıram ki, ümumi bir ortaq dil tapım tələbələr arasında. Bu mənim üçün biraz çətin yarada bilər. İkinci məsələ isə əlbəttə ki, beynəlxalq bir belə deyək ki, arenadır. Tələbələr kifayət qədər savadlıdır, maraqlıdır tədrisə, kifayət qədər yaxşı hazırlıqlı olmalısan tələbələrin suallarına cavab vermək üçün. Eyni zamanda tələbələrlə ünsiyyət qurmaq bacarıqların olmalıdır və bunlar biraz çətinliklər yarada bilər. Amma ümumilikdə həll olunmayan bir şey deyil. Baxır sənin və bilik bacarıqlarına və bu məsələləri necə həll etmə metodologiyana. Dərs vaxtı tələbələri necə motivasiya edirsiniz? Mənim xüsusi bir metodologiyam var. Əlbəttə ki, tələbələrə birinci test edirəm. Görüm tələbələrin bilikləri hansı səviyyədədir və o biliklərə boşluqları doldurmaq üçün ilkin belə deyək ki, prosedur aparıram. Test olur, yaxud da onlara ümumi izahat olsun, discussion olsun, müzakirəli belə deyək ki, belə dərs metodologiyası olsun və bundan sonra və onlara gələcək bu kursu, bu fənni öyrəndikdən sonra gələcək imkanlar barədə danışıram. Xarici şirkətlərdə çalışdığım üçün onlara motivasiya verir. Əlbəttə ki, bu proqramı öyrənsəm mən nələrə nail ola bilərəm. Əlbəttə ki, bunu mən onlara izah edirəm və ondan sonra biz outinglər təşkil etməyə çalışıram. Tələbələrlə bir yerdə vaxt keçirmək olsun, qruplara bölünürük, prezentasiyalar veririk, tələbələr arasında network-ü genişləndirmək üçün bu kimi proyektlərdən istifadə edirik və bunlar hamısı ümumilikdə mənim metodologiyam belə deyək ki, tələbələrə belə deyək ki, motivation verir ki, hazırlıqlı gəlsinlər, tezlərini oxusunlar və gələcək perspektivləri bu kurs vasitəsilə indidən əldə etsinlər. Və sonda Polşa universitetlərində, ümumiyyətlə Avropa universitetlərində dərs demək istəyən, planlaşdıran, özünə məqsəd qoyan insanlarımıza, soydaşlarımıza nə məsləhət görərdiniz qısa olaraq? Məsləhətim odur ki, maksimum dərəcədə öz backgroundları üzərində çalışsınlar, həm təcrübə olaraq, həm belə də tədris metodoloji tədris olaraq. Əgər bilik bacarıqları varsa, kurslarda fənlər tədris aparsınlar və eyni zamanda dili mükəmməl öyrənsinlər, ən yüksək təhsilə sahib olsunlar və ən vacib məsələ isə qorxmasınlar, cəhd etsinlər və mən düşünürəm ki, insanların bəzilərində bu var ki, cəhd etmək qorxusu. Mən düşünürəm ki, cəhd etmək lazımdır, özünü challenge eləmək lazımdır, özünü biraz belə deyək ki, bəlkə belə salmaq lazımdır ki, sən bunları əlbəttə ki, qarşıdakı gələcək perspektivdə aşma qabiliyyətin olsun. Bu sənə həyatda da çox böyük əhəmiyyət olacaq, gələcək təcrübəndə də çox böyük belə deyək ki, əhəmiyyət olacaq. Və düşünürəm ki, bunlar hamısı belə deyək ki, insanın özünün asılıdır, amma insan istəsə hər şey eləyə bilər, mən düşünürəm. Avropada, Polşada dərs demək realdır.